Daxili İşlər Nazirliyi Tbilisi və regionlarda keçirdiyi xüsusi əməliyyat nəticəsində son 24 saatda 88 narkotik satıcısını saxlayıb. Nazirlik keçirilmiş xüsusi əməliyyatın video görüntülərini yayıb. საქმეთა სამინისტრო აგრძელებს უკომპრომისო. Nazir müavini Aleksandr Daraxvelidze keçirdiyi brifinqdə bildirib ki, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var. Onların mənzil və avtomobillərindən külli miqdarda kokain, heroin, metadon və digər psixotrop maddələr, habelə odlu silahlar və narkotik satışından əldə olunmuş pullar müsadirə edilib. Saxlanılan şəxsləri 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. Bundan əlavə nazir müavini xatırladıb ki, təkcə 2025-ci ilin son 7 ayında ölkədə narkotik cinayətlərə görə 5000-dən çox şəxs məsuliyyətə cəlb olunub ki, onların da 2000-i bilavasitə satışla məşğul olanlardır. Çiğiz gəliyərə sən yana. Sən bana. Buyurun. Buyurun. Olsun, sıkıntı yok.